Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirine el-masumin ve la'nud daimu ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. İbadallah usikum ve nefsi bi tegvallah. Əziz və hörmətli mömin qardaşlar, cümə iştirakçıları, bu mübarək gündə özümü və siz, əziz qardaşları, ilahi təqvaya əməl eləməyə dəvət edirəm. Allah bizi həqiqi təqva sahiblərindən qərar versin. Allah inşallah bizi qiyamət günü təqvalı insanların zümrəsində məhşərə gələnlərdən qərar versin. İslamın tarixinə baxdığımız zaman haqla batilin mübarizəsi həmişə olub və bugün də davam edilir. Bugünkü müharibə və bugünkü davalar eynən tarixdə bir müharibəyi insana xatırladır. O ki, o müharibənin iki dənə adı var. Bir adı Xəndəkdir. Ki, Əli əleyhissalam orada bir zərbət vurur. Peyğəmbər buyurur, Əlinin Xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Orada Əmr ibn Əbdəvidi öldürür Peyğəmbər. Və o müharibənin bir adı da Əhzabdır. Qur'an-ı Kərimdə Allah Teala bir surə var, Əhzab surəsi. Orada o müharibəyə işarələr eləyib. Bütün güclərini topladılar, gəldilər Peyğəmbərin üzərinə. Müşriklər, Yahudilər, münafiqlər, hər yerdən nə qədərəm güc var idi, gəlmişdilər Həzrəti Peyğəmbər sallavatullahı Xəndəkdə və Əhzabda məğlub eləsinlər. Amma Allahın lütfündən Peyğəmbər o müharibədən qalib çıxdı və möminlər üzü ağ çıxdılar. Eynən bugünkü müharibə də bənzəyir tarixin həmən müharibəsinə ki, bütün hər yerdən güclərini səfərbər ediliblər, Əhl-i Beyt məktəbinə qarşı, İslama qarşı, xüsusən Əhl-i Beyt ideologiyasına qarşı müharibə aparsınlar. Bütün ağla gələn, gəlməyən cəbhələri işə salıblar. Təkcə fiziki və müharibə meydanında vuruşmurlar. Eyni zamanda sosial şəbəkələrdə vuruşurlar. Zəif imanlı insanların düşüncələrindən istifadə edirlər, sosial şəbəkələrdə vuruşurlar. Haqqı batil kimi, batili haqq kimi göstərirlər. Məzlumu zalim, zalimi məzlum kimi göstərirlər. Bu müharibə də görürsən davam edilir sosial şəbəkələrdə. Ona görə haqla batilin mübarizəsi həmişə olub və bugün də davam edilir. Amma onlar bir şeyi unudurlar və yaxud da bilirlər, qəbul eləmək istəmirlər. Əgər bu məktəb, bu Əhl-i Beytin ideologiyası, düşüncəsi, onun rəhbərinin şəhid olmağından aradan getsəydi, gərək bu məsələ Kərbəlada bağlanaydı. Gərək Kərbəlada İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra bu xət bağlanaydı. Amma biz görürük ki, Kərbəladan sonra İmam Hüseyin əleyhissalamın və orada olan şəhidlərin mübarək qanı daha da təsirli oldu. İslam ümməti oyandı, Bəni Ümeyyə hakimiyyətinin sunları titrədi. Xanım Zeynəbin xütbələri, İmam Səccad ağanın xütbələri və Kərbəla hadisəsinin işıqlandırılması həmən dövrün zalimlərinin sonuna gətirib çıxartdı. Biz inşallah ümid edirik ki, bunlar da həmən
ağaçdandılar. Allah Quran-ı Kərimdə bunlara deyir tuğba ağacı. Bunlar tuğba ağacının meyvələridirlər. O ki, Peyğəmbər həmən ağacın meyvəsindən yedi və Zəhra dünyaya gəldi. Bunlar Kovsər bulağının bərəkətidirlər ki, Allah Quranda bunlara deyir, bunlar Kovsərdirlər, bərəkət. Bunlar şəcəre-i təyyibədirlər. Allah Quran-ı Kərimdə buyurur ki, bunlar pak ağacın meyvələridirlər. Şəcərətun təyyibətun, əsluha sabitun və fər'uha fissəma. Bunun kökü möhkəmdir, budaqları da göydədir. Bu Rəbbinin izninlə hər vaxt meyvə verən bir ağacın meyvələridirlər. Bunlar fəsil tanımaz, bu fəsildə meyvə versin, o fəsildə, yəni Kərbəla. Həmən ağacın meyvələridirlər. Onlar ki, bugün müqavimət cəbhəsində dayanıblar, həmən şəcəre-i təyyibənin balalarıdırlar ki, bugün öz canlarını, ailələrini, hər nəylərini bir dənə həqiqətin uğrunda fəda elədilər. O da İslamdır, Quran və Əhl-i Beyt məktəbidir. Dedilər, bizim hər nəyimiz varsa da fəda olsun. Baxmayaraq ki, haqqında çoxlu şayələr yazdılar. Gizlənib, nəuzubillah, haşa məqamından, Bunkerdədir və yaxud başqa bir ölkəyə hicrət edilib, bir belə varı var, bir belə mülkü var. Amma bunların hamısına rəğmən Milli Təhlükəsizlik Şurasının sədri Şəhid Əli Laricani ilə görüşündə bir məktub var. İnşallah, əgər oxuya bilsəniz, oxuyun. Orada Laricani ilə söhbət edilir, deyir, ağay doktor Laricani, tarixin səhvəsini, siyasət səhvəsini bağlayaq və bu məsələyə birazcə mənəvi və Kərbəladan baxaq. Hətta orada Kərbəlayı da işarə edilir. Buyururdu ki, orada deyir, əgər bir komandir öz əskərlərini tərk eləsə, əgər öz əskərlərinin içərisində olmasa, o əskərlərə deyə bilməz müqavimət göstərin. Əgər bir rəhbər öz xalqını tərk eləsə və gedib rahat bir yerdə qalsa, deyə bilməz, ey mənim əziz xalqım, siz müqavimət göstərin. Bunları edə bilməz. Hətta orada işarə edilir, əgər 80 milyon əhalini Bunkerə apara bilsəniz, mən də gedərəm. Əgər 80 milyonu başqa şəhərə köçürə bilsəniz, mən də köçərəm. Və eyni zamanda müqavimət göstərdi, meydanda, ailəsinlə bir yerdə, dostlarınla bir yerdə şəhadət şərbətini içdi və şəhadətə yüksəldi. Belə bir şəxsiyyət və belə bir əzəmətli şəxsiyyət 89 yaşında Allahın ən uca məqamı olan şəhadət şərbətini içdi. Və o nəyin nəticəsi idi? O, illərdir çəkdiyi zəhmətin nəticəsi idi. Və buyururdu ki, heyf ola ki, mənim dostlarım getdi və mənim dostlarım o şəhadət şərbətini içdi, biz qalaq, o karvandan geri qalaq. Məlum idi ki, Allah onun duasını müstəcab eləyərdi. Adam şəxsiyyət olaraq 20 yaşından, hətta ondan da biraz qabaq meydanlarda idi. Dəfələrlə təbid olunmuşdu, sürgün olunmuşdu, dəfələrlə zindana həbs olunmuşdu. Dəfələrlə adam müharibələrdə ən çətin, müharibənin ən qızğın yerlərində iştirak eləmişdi. Adam öz əlini müqəddəs cümə namazında, tribunada vermiş və əlinin biri işləmirdi və bu həddə mücahid bir adam idi. Və öz cihadınla və öz çəkdiyi zəhmətlərlə və gəldi bu məqama çatdı. Əgər həyatını oxusaq, çox gözəl bir nümunəvi məsələlər var ağanın həyatında. Onlardan biri budur ki, həmişə cavanlara və xüsusən müminlərə buyurardı ki, çalışın, hər gün yarım saat da olsa Quran oxuyun. Adam Quranla ünüz tapmışdı. Hətta o həddə Quranla yaxın idi ki, qarilərin oxuduğuna belə nəzər verirdi. Yəni ki, sadə Quran oxuyan idi, yox. Hətta qiraət elmini bilirdi.
Hətta qiraət elminin dərinliklərini, incəliklərini bilirdi. Adamın ədəbiyyat sahəsində baxsan həyatına, görürsən ki, şairlərlə görüşəndə, kitab müəlliflərindən görüşəndə deyir, burada yox, olsa yaxşıdır. Bizim dilimizdə ədir, edöy, o biri türk qardaşların hərfidir. Bizdə olsa yaxşıdır. Baxırsan ki, hətta və yaxud görürsən tibb sahəsində bir dənə həkimin xərçək haqqında kitabını tamamən mütaliə edilibdir. Ay doktor Cəfəri, mən bunu oxumuşam. Adamın şəhid ailələrindən münasibətinə baxırsan, adamın görüşlərinə baxırsan, yəni hər sahədə mükəmməl və kamil bir nümunəvi insan idi. Hətta bəzi romanları belə oxumuşdu. O dünya şöhrətli yazarların romanlarını belə mütaliə eləmişdi. Yəni ömrünü ağa çox bərəkətli şəkildə yaşamışdı və Allah Teala da o bərəkətin əvəzi olaraq ona şəhadət şərbətini nəsib elədi və hətta özü dualarında buyurardı ki, ağlaya-ağlaya ilahi bizi də o karvana qovuşanlardan qərar ver və bizi də o karvanın üzvlərindən qərar ver. Ümid edirik inşallah ağa kimi böyük şəxsiyyətin şəhadəti və onun ətrafında şəhid olan insanların mübarək qanının hörmətinə Allah tezliklə ümmətə fərəc nəsib eləyər inşallah. İnşallah öz ölənlərimizi niyyət eləyək və ağanın pak ruhunu niyyət eləyək, bir salavat ehsan eləyək. Amma bu məsələ ki, ağa müqavimət cəbhəsində möhkəm dayanmışdı və bilirdi ki, müqabilindəki kimdir. Onu da bilirdi ki, düşmən çox güclüdür. Regionda olan düşmən və onun əməkdaşları çox güclüdürlər. Buna ağanın elmi var idi, düşüncəsi var idi. Amma ağa başqa şeyə də yəqin eləmişdi. Başqa şey nədir? O Quran-ı Kərimdə Allahın müminlərə və xalis iman əhlinə verdiyi vədələrə inanmışdı və iman gətirmişdi. Allah Quran-ı Kərimin Ali İmran surəsində buyurur, əziz qardaşlar, وَلَقَدْ نَسَرَكُمُ اللّٰهِ بِبَدْرٍ وَأَنْتُمْ أَزِلَّةِ Allah sizə Bədirdə kömək elədi, bir halda ki, siz az və zəif bir orduydunuz. فَاتَّقُوا اللّٰهِ لَعَلَّكُمْ تَشْكُرُونَ Təqvalı olun və bəlkə şükr eləyənlərdən olarsınız. Yəni, Bədir müharibəsində müsəlmanların sayı çox az idi. 313 nəfər idi, düşmən 2 bərabər çox idi. Amma Allah Teala orada Quran-ı Kərimdə buyurur ki, siz Bədirdə az və zəif olduğunuz halda biz sizə kömək elədik. Və yaxud, əziz qardaşlar, Allah Quran-ı Kərimdə diqqət eləsəniz imanı əsas şərt bilir məsələlərdə. Buyurur ki, Bismillahirrahmanirrahim və la təhinu və la təhzənu və əntumul əvləvnə in kuntum mu'minin. Deyir, süstləşməyin, və la təhinu, süstləşməyin, və la təhzənu, qəmlənməyin, qorxmun, və əntumul əvləvnə, siz üstünsünüz, qalibsiniz, amma şərti var. İn kuntum mu'minin, əgər inansanız, mümin olsanız, yəni qalib gəlməyin şərti düzdür. Zahiri güclər lazımdır, silah lazımdır, texnologiya lazımdır. Amma Quran onlardan əlavə buyurur ki, iman şərtdir. Allah Quran-ı Kərimdə deyir, əgər mümin olsanız siz qalibsiniz. Və yaxud, əziz qardaşlar, başqa bir ayə-i kərimədə Muhammed surəsinin 7-ci ayəsində mütəal Allah bizə buyurur ki, Bismillahirrahmanirrahim, İn tansurullah yansurkum. Əgər siz Allahın dininə kömək eləsəniz, Allah da sizə kömək eləyər və yusəbbit aqdaməkum və sizin qədəmlərinizi möhkəmləndirər.
Biz ayələrə baxdığımız zaman görürük ki, müharibədə qalib gəlməyin mənəvi yönlərindən Allah Teala bizə bəhs edir. Onlardan əsası imandır. Bismillahirrahmanirrahim. Rum 47-də buyurur Müteal Allah: Və ləqəd ərsəlnə min qəblikə rusulən. Ya Peyğəmbər, biz səndən öncə də Peyğəmbərlər göndərdik. Yəni, Peyğəmbərlərin gəlməyi Allahın sünnətidir. Allah heç bir qövmə Peyğəmbər göndərmədən əzab yollamaz. Bu, Allahın ədalətindən uyğun gəlməz. Ona görə ayədə buyurur ki, biz səndən öncə Peyğəmbərlər göndərdik. İlə qavmihim, öz qovmlərinə, fəcəəhum bilbəyyinat, və göndərdiyimiz Peyğəmbərləri də nəuzubillah, sıradan bir adam kimi göndərmədik. Onların əllərində açıq-aşkar dəlillər var idi. Möcüzə var idi, yedi bəyza var idi Musanın əlində. Musanın əsası var idi, İsa'nın ölüyü diriltməsi var idi, Rəsulullahın Qur'anı var idi və başqa möcüzələr. Yəni biz bu Peyğəmbərləri möcüzə əsasında yolladıq və buyurur ki, فَانْتَقَمْنَ مِنَ الَّذ۪ينَ أَجْرَمُوا. Allahın üçüncü əsas sünnətlərindən bir də budur ki, biz zalimlərdən intiqam alacağıq. Yəni aldıq da. Əgər Qur'an ayələrinə diqqət eləsəniz, Allah Teala hər yerdə zalimlərdən intiqam alıb. Bəzilərini dənizdə batırdı, Firon kimi, Nuhun tufanı, və bəzilərinə göydən irpədici səs yolladı, Lütün qövmü kimi, və bəzilərini yerə basırdı, Qarun kimi. Yəni Allah zalimlərdən intiqam, bəzilərinin üstlərinə əbabil quşu göndərdi. Allah Teala deyir, biz zalimlərdən ya özümüz müstəqil şəkildə ya möminlərin əlindən intiqam alarıq. Və arxasında bir dənə maraqlı cümlə işlədir Allah Müteal bu ayə-i kərimənin: və kanə həqqən aleynə nəsrul müminin. Allah buyurur ki, müminlərə kömək eləmək bizim boynumuzun haqqıdır. Allah deyir, əslən bizim boynumuzda vacibdir gələk müminlərə kömək eləyək. Yəni, müqavimət göstərmək, yəni dayanmağın əsas şərti budur ki, insan iman gətirə. Ona görə hər ayədə deyir ki, əgər möminsinizsə də, əgər inanırsınızsa da. Ona görə Qur'an-ı Kərimdə Allah Teala o bəzi dəstə ərəblər ki, gəldilər, deyilər, qalətil ərabu əmənnə qulləm tu'minu. Deyir, ərəblər dedilər ki, biz iman gətirdik. Allah deyir, deyilən, siz iman gətirməyibsiniz. Və ləmmə yədxulul imanə fi qulubikum. İman sizin qəlblərinizə daxil olmur. Qalu bələ əsləmnə. Siz bəlkə müsəlman olubsunuz canınızın və malınızın qorxusundan. İmanın həqiqəti odur ki, insanın qəlbinə daxil ola, orada yer tapır. Necə ki, Allah Qur'an-ı Kərimin ayələrinin birində buyurur ki, Mücadilə surəsinin axırıncı ayəsində buyurur ki, Kətəbəllah fi qulubihimul iman. Allahın ordusu olar da ki, onların qəlblərinə iman yazıldı. Və Allah onları öz tərəfindən təyid elədi. Bunlar ki, bugün müqavimət göstərirlər, böyük şeytanın qabağında və böyük güclərin qabağında 40 gündür mübarizə aparırlar, bunların söykənəcəyi imandır. O iman ki, Allah Qur'an-ı Kərimdə onu bizə, əziz qardaşlar, bəyan edilir. Allah Qur'an-ı Kərimdə buyurur 249-cu ayəsində Bəqərə surəsinin buyurur ki, Bismillahirrahmanirrahim. Kəm min fiətin qəlilətin qələbət fiətən kəsirətən biiznillah. Nə az ordular olub ki, çox ordulara qalib gəlib Allahın izninlə. Və buyurur ki, Vallahu məs-sabirin. Allah səbr eləyənlərləndir. Müqavimət cəbhəsi gələk səbirli ola, istiqamət göstərə, süst olmuya, məyus olmuya. Əgər bu imanla hərəkət eləsə, Allah onu meydanda tək buraxmaz. Niyə Allah Teala bu işi bunların əlindən gördü, başqalarının əlindən görmədi? Xeyr, bunlar 1400 ildir cəmaata yalan aşırırlar.
1400 il cəmaata düz olmayan əqidəni aşılayırlar. Allah bu gün göstərdi ki, tam düz əqidə hansı əqidədir? O əqidədir ki, bu məsələnin, bu fitnənin kökünü Səqifədə qurmuşdular, bu gün də davam edilir. Səqifədə qurulan fitnənin kökünü bu gün də davam edilir. Amma Allah fitnənin üzərini açdı, dedi, yox, qoymaram bu fitnə davam eləsin. Fatimənin balaları meydana gələcək və fitnənin kökünü inşallah Allahın izindən kəsəcəklər. Niyə Allah bunların əlindən gördü bu işi? Çünki bunlar şəcəre-i təyyibədirlər. Bunlar pak ağacın meyvələridirlər. Bunlar Tuğba ağacının meyvələridirlər. Bunlar Kovsərin balalarıdırlar. Bunlar Əli ibn Əbi Talibin evlatlarıdırlar. Bunlar xanım Zəhra salamullah əleyhanın evlatlarıdırlar. Bunlar Hüseyin ibn Əlinin tərəfdarlardılar ki, necə ki İmam Hüseyin əleyhissalam dedik, mənim kimsi, sənin kimsinə beyət eləməz, onun balası meydanda dayandı və dedi ki, mənim kimsi heç vaxt Epşteyndə cinayət törədən insanlara beyət eləməz. Onlar ki, Epşteyndə hər cinayət görüblər, uşaq əti yiyiblər, nə qədərəm qanlar törədiblər və insanlığa yaraşmayan bir işləri görüblər və onlar bugün gəlib beynəlxalq hüquqdan danışa bilməzlər. Onu Fatimənin balaları, Əhl-i Beyt məktəbinin davamçıları bugün dünyaya sübut elədilər. Vicdanı oya olan insanlar bugün görürlər ki, nə baş verir. O insanların ki, vicdanı oyaqdır, fitrətləri pakdır, onlar ki, pak ruhiyyədədirlər, onlar bugün görürlər ki, haqq nədir, batil nədir, seçə bilirlər. Ona görə Allah Quranda buyurur ki, nə çox, nə az bir ordu, çox bir orduya qalib gəlib Allahın izninlə. Və əziz qardaşlar, Quran-ı Kərimdə bu haqda çoxlu ayələr var. Allah Teala buyurur ki, Peyğəmbərə Ənfal 64-də Ya əyyuhən nəbi, ey Peyğəmbər, hərrizil mümininə aləl-qital, müminləri cihada həvəsləndir. Cihada həvəsləndir. İn yəkum minkum 20 sabirun, yəğlibu mi'əteyn. Sizin 20 nəfər səbiriniz onların 200-ünə bərabərdir. Allah Quranda buyurur, möminlərin 20 nəfər istiqamət göstərəni, səbirlisi kafirlərin 200-ünə bərabərdir. Və buyurur ki, əgər və in kunnə mi'ətən təğlibu əlfən, sizin yüzünüz onların 1000-nə bərabərdir. Bu Allahın bizə Quran-ı Kərimdə açıq-aşkar ayələridir. Onlar bu ayələrin üzərində vuruşurlar. Onlar bu ayələrin üzərində istiqamət göstərirlər. Ona görə də əlhəmdülillah, bugün üzümüz ağ, başımız ucadır. Həzrət Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif var. Bu ümmətin sahibi var, İmam-ı Zaman var, zuhur var və bu xət zuhura tərəf hərəkətdədir əziz qardaşlar. Biz çalışaq, fitnələr vaxtı özümüzün cəbhəmizi müəyyən eləyə bilək. Özümüzün tərəfimizi müəyyən eləyə bilək. Tərəfi müəyyən eləmək çox mühüm məsələdir. Ona görə bugün dünyanın gözünün önündə görürsünüz nə qədrəm vəhşi bir millətdilərsə də Qur'anın onları vəsf elədiyi necədir? Ateşkəsdən sonra Livanda, Lobnanda 500 sivil insanı qətlə yetirdilər. 140 dənə yerə hücum eləyiblər. Onlar ki, orada heç nizami yerlər döy, insanlara təcavüz. Bunlar Quran-ı Kərimdə ən rəzil millətdirlər ki, Allah Quranda bunları vəsf eləyib. Ateşkəsdən bir neçə saat, dəqiqə ya gün keçməmiş, gördün ki, gənə öz vəhşiliklərini, o yırtıcılıqlarını biruzə verdilər. Və bunlar rəhmətli Nəcməddin Ərbakan deyərdi, bunlar lafdan anlamazlar, bunlar da gələk güc göstərəsən. Allah inşallah məqamını âli eləsin, əziz və şəhid rəhbərimizin, onun yanında şəhid olanların məqamını âli eləsin. Allah bizə də həmişə İslam xəttində, Quran xəttində, Əhl-i Beyt xəttində müqavimət göstərməyi, İnşallah güc göstərməyi, iman göstərməyi nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfī xusur illəl-ləzīnə əmənu və amilussalihat və təvəssəv bil-haq və təvəssəv bis-sabr.
Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina. Abil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. وعلى وسيه وخليفته مولانا ومولى الموحدين أمير المؤمنين علي بن أبي طالب عليه السلام وعلى حبيبته أم الحسن والحسين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وهداة المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz ve hürmetli müminler, yine özümü və siz, əziz qardaşları, Allahın təqvasına, təqvaya əməl eləməyə, Allahın həddlərini qorumağa, Allahın dediyi kimi yaşamağa tövsiyə eləyirəm. Allah inşallah bizi qiyamət günü həqiqi təqvaların sırasında qərar versin. Cümə günüdür, mübarək gündür və bugün İslam dinində ən önəmli günlərdən biridir. Hədislərdə var, cümə günü yaxşılıqları Allah 2 bərabər yazar. Və buyururlar ki, hədislərdə Peyğəmbər buyurur, cümə miskin və fəqir insanların həcc ziyarətinin savabı var. Və rəvayətlərdə var ki, mələklər cümə günü gələrlər, dayanarlar məscidlərin qapısında və başlayarlar insanların cümüyə əvvəl və sonra gəlmək sayından onların adlarını yazarlar və onlara müjdə verərlər. Və eyni zamanda bizim İslam dinində 4 dənə böyük bayram var. Onlardan biri Qədirxumdur, biri Fitrdir, biri Qurban bayramıdır. Və hədislərdə var ki, cümə də bayram hesab olunur. Əl-cüm'atu seyyidul əyyam. Peyğəmbər buyurur ki, cümə də günlərin ağasıdır. Və rəvayətlərdə var ki, cümə günü günün üzərinə işıq saçan hər bir şeydən xeyirlidir. Yəni, o həddə mühüm bir gündür ki, Allah Qur'an-ı Kərimdə də bizə bunu tövsiyə edir. Və eyni zamanda bu günün ən əzəmətli olmağının səbəblərindən biri də Həzrəti İmam Zaman əleyhissalamın varlığınla və onun cümə günü zuhur eləməyinlə bağlıdır. Məhdəviyyət məsələsi çox mühüm məsələdir, qardaşlar. İmam Zaman, 12-ci imam. Bu gün də görürsünüz da, əgər sosial şəbəkələri izləyirsinizsə da, orada ilahiyyətçi adından bir nəfəri danışdırırlar. Deyirlər, bəlağla bunların məhdi ha vaxt zuhur eləyəcək. Əgər baxıbsınızsa da, o Elşad Miri var. Ona sual verirlər, elə bil məqsəd yönünü. Məhdi anlayışı nədir? Və ya bunların məhdi ha vaxt gələcək? Və yaxud yalancı məhdilər. Bu təzənin söhbətidir ki, bu tarixdə hər imamın dövründə olub. Xüsusən də İmam Rıza əleyhissalamın evladı çox gec yaşlarında oldu. Və hətta İmam Cavad əleyhissalam olanda şübhə elədilər, nəuzubillah, imama iftira atdılar. Dedilər, bu imamın oğlu deyil. O dövrün adamlar ki tanıyırdılar, çağırdılar bilənləri və dedilər ki, yox, bu İmam Cavad, İmam Rıza ağanın oğludur. Yəni İmam Rıza əleyhissalamın çox gec yaşında Allah Teala İmam Cavad əleyhissalamı ona nəsib elədi. Yəni bu fitnələrin kökü tarixdə var.
imamətin əleyhinə həmişə mübarizə aparıblar. Pullar xərcləyirdilər. İmam Sadiq ağanın dövründə, xüsusən İmam Baqir ağanın dövründə yalançı məktəblər və ideologiyalar qururdular bu məktəbi kölgəyə salmaqdan ötürü. O bugün də davam edir. Əgər baxsanız görürsünüz ki, davam edir. Müəyyən məzhəblər, məktəblər tərəfindən ki, Həzrəti Məhdinin və varlığını inkar eləsinlər. Amma bu da Qur'an-ı Kərimin ayələrində ümmətə vəd verilir. Və ayələrdən əlavə bizim mötəbər rəvayətlərimiz və hədislərimiz var Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin haqqında. Bizim Qur'an-ı Kərim və Əhl-i Beyt məktəbinin düşüncəsi tamamən fərqlidir, əziz qardaşlar. Çox fərqli, incə bir düşüncəyə malikdir bu məktəb. Bu məktəb buyurur Qur'an-ı Kərimdə Allah Teala deyir, əgər siz Həzrət Rəsullullahdan qabaqki kitabları və peyğəmbərləri qəbul eləməsəniz, inkar eləsəniz, elə bil Həzrət Rəsullahı da inkar eləyirsiniz. Bu Qur'anın özündən qabaqki olan dinlərə, kitablara baxışıdır. Peyğəmbər salawatullahdan da hədis var, buyurur ki, mən ənkərəl qaimən min vuldi fəqəd ənkərəni. Kim məndən sonra gələcək qaimi Həzrəti Məhdini inkar eləsə, elə bil mənim peyğəmbərliyimə şəhadət vermir. Necə ki, Quran buyurub, başqa kitabları inkar eləsəniz, bunu təsdiq eləməyirsiniz. Peyğəmbər buyurur, əgər höccəti inkar eləsəniz, axırıncı vədə verilmiş höccəti, elə bil məni inkar eləyirsiniz. Ona görə Məhdi mövzusu və İmam Zaman əleyhissalamın mövzusu çox həssas mövzudur. Və bugün də ən ideal mövzulardan biridir, ən həssas mövzulardan biridir. Peyğəmbər buyurur ki, əfzalul ibadə, ümmətimin ən fəzilətli ibadəti intizarul fərəc. İmam Zaman əleyhissalamı gözləməkdir, muntəzir. O intizar, muntəzir bir dənə haldır. O özü bir haldır. İmam Sadiq əleyhissalam buyurur, həqiqi müntəzir kimdir? Məsələn, bir belə cəmiyyətin içindən İmam Zamanı kim gözlür? Onu İmam Sadiq əleyhissalam hədisində bizə bəyan edilir, sadə yolla. Buyurur ki, mən sərrəhu ən yəkunə min əshabil qaim. Əgər kim istəyir Həzrəti Məhdinin tərəfdarlarından ola, onu görə, onunla bir yerdə ola, fəlyəntəzir, baxsın, görsün ki, bu şeylər onda varmı? 1. Vəlyə'məlil bilvərə, təqviyi gələ heç vaxt unutmuyor. Yaşayışında Allahın həddlərini gərək qoruya, Allahın haram halallarına riayət eləyə, insanların haqqına riayət eləyə, yəni təqva sahibi ola, təqvalı ola. Necə ki, vacibdir cümə imamına özünü və hazır olanları 2 dəfə təqviyə dəvət eləsin. Yəni təqva ən gözəl paltardır. Quran buyurur, təqva ən gözəl paltardır. Quran buyurur, təqva ən gözəl axirət səfəri üçün azuqədir. Quran buyurur, təqvalı olana gözləmədiyi yerdən ruzi gələr. Quran buyurur, təqvalı olana haqla batili seçmə gücü verərik. Yəni, təqva, Allah qorxusu, Allahın həddlərini riayət eləmək. Peyğəmbərdən soruşdular, nədir? Ya Rasulallah, təqva. Dedi, bildiyinə əməl eləmək, bilmədiyini öyrənməyə deyərlər təqva. İmam Sadiq ağadan soruşdular, təqva nədir? Dedi, Allahın səni istədiyi yerdə görmək, istəmədiyi yerdə görməmək. Mömin görürsən ki, məsələn, bəzi yerlər var ki, Allah oraya ondan getməyi qadağan eləyib, haram eləyib, bu oraya gedir. Onda o, məsələn, təqvadan çıxır. Təqva yəni Allahın həddlərini qorumaq. Əgər İmam Zamanı gözləyirsansa da,
xəttini müəyyən eləmək. İdeologiyan nədir ay cavan? Hansı ideologiya ilə yaşayırsan? Namaz qıla-qıla. İslam ideologiyasından yaşayırsan? Yoxsa puç ideologiya ilə yaşayırsan? O sənin xəttini müəyyən elə. Ya gəl Allahın qapısında dayan, Allahın xidmətçisi ol, ya get şeytanın qapısında dayan, tağutun qapısında dayan, orada xidmətçi ol. Fərq eləməz. Yolunu müəyyən elə. Kərbalaya gedirsən, Məşədə gedirsən, həccə gedirsən. Yolunu seç. Olmaz insan həmi Allahın qapısında ola, həm şeytanın. İnsan gərək yolunu, xəttini müəyyən eləyə. Elə aşağıdan yuxarıya fərq eləməz. Sən hansı ideologiya ilə yaşayırsan? Sən yalancı tanınmağın dalındasan, o yalancı, o şeytani tanınmaqdır. O şeytandır, onu vəsvəsə edir səni, gətirir o şeylər ki, keçəridir və sonu əzabdır, sonu cəhənnəmdir, sonu zindandır, sonu ölümdür, səni gətirir, həvəsləndirir şeytan. Baxırsan ki, ömrünü puç eləyirsən. Olmaz, insan gəlir ya Allahla dost ola, ya şeytanla. Yəni, ikisinlə də bir yerdə dost olmaq olmaz, əziz qardaşlar. O cavanlar ki, diqqətli olsunlar. Bu məktəb, bu yol gözəl və həqiqət bir yoldur. Allah kimi istəsə onu nəsib eləyər bu yol. İmam Sadiq ağa buyurur, Allah dünyayı hər kəsə verər. Amma dinini yalnız onu sevdiklərinə verər. Ona görə buyurur ki, İmam Sadiq əleyhissalam, o ki, İmam Zaman əleyhissalamı gözdür, birinci gələk təqvası ola, Allahla dost ola. Necə ki, əziz rəhbər cavanları yığırdı, deyirdi, Allahla dost olun. Allah dostunu heç vaxt tək qoymaz, tərk eləməz. Nə bu dünyada, nə axirətdə. İkinci buyurur ki, və məhasinil əxlaq. Müntəzir əgər bir adam İmam Zaman əleyhissalamı gözdürsə də, o gələk əxlaqi məsələlərdə çox diqqətli ola. İctimai əxlaq, ailədə əxlaq, dostlarınla. Əslən, bu nümunə ola. Deyərək ki, bu namaz qılandır, mümindir, onun üçün bu cürədir. Bu İmam Zamanı gözdür, onun üçün bu cürədir. Bunun bir gözlədiyi var, bu qonaq gözdür. Qonaq gözlədiyinə görə özünü təmiz saxlayır. O ki, deyir, ümmətimin ən dəyərli ibadəti İmam Zamanı gözləməkdir. Elə bil deyirlər ki, evinə filan kəs qonaq gələcək. Çox hörmətli bir adam. Əlinin üstə qoyub gözləməzsən. Ən azından o qonağın haqqında bir məlumat toplayarsan. Görün, bu qonağın ən azından yeməyin nə yeməyini xoşdur, məsələn. Nə cürə bir qonaqdır, nə qədrəm qalacaq. Əgər bir adam İmam Zamanı gözləyirsə də, gələk dilini kontrol eləyə. Hər nə gəldi, danışmaya. Bundan Allah deyir, bundan haram söz danışmaya. Gözünü kontrol eləyə, ayağını kontrol eləyə, yəni ruhunu pak saxlaya, əxlaqı məsələ riayət elə ki, İmam Zamanı gözdür. Qeybət eləyə, böhtan danışa, yalan danışa, nəuzubillah söyüş söyə. Bunlarla İmam Zamanı gözləmək olmaz. Bir mümin ki, əgər İmam Zamanı gözlür, təqvalı olmalıdır və əxlaqı məsələlərə riayət eləməlidir. Görürsən ki, məsələn, ictimaiyyətdə çox əxlaqlıdır cəmaatın içində. Evə gedirsən, evdə vaveyladır. Və yaxud evdə əxlaqlıdır, ictimaiyyətdə problemi var. Ona görə, əziz qardaşlar, insanın gələk bütün mənəvi cəhətləri eyni şəkildə inkişaf eləyər. Elə bil, insan bir televizora bənzir. O da kanallardan ibarətdir. Bunun iş kanalı var. Aç gör bu işdə nə cür adamdır, məsələn. İşdə öz işçilərinlə nə cürə yola gedir, namaz qılandır. Ailə kanalı var, aç namaz kanalı var, dua kanalı var. Yəni, əgər bunun bütün kanalları eyni şəkildəsə də xoşhalına. Yox, bunun məsələn ailə kanalında problem var, ictimaiyyət kanalında problem var. Yəni, hamısı eynidir. Görürsən, uşağı ki, aparıb göstərirsən ana bətnində olanda həkimə, televizora çəkir, bunun bütün orqanları eyni şəkildə inkişaf edilir. Bunda heç problem yox, sağlam uşaqdır. Amma desə ki, orada bunun ayağında problem var və yaxud qolunun bir inkişafdan geri qalıb, deyir, yox, bu təhlükə var. İnsan da o cürədir, mənəvi cəhətlərindən gələk hər sahədə gözəl şəkildə inkişaf eləyər. Olmaz ki, məsələn, qəzəbini kontrol eləyənməyə, amma ibadətində yaxşıdır. Yox, elə bir məsələ yoxdur. Bütün gərək cəhətlərində əxlaqi məsələlərə diqqət eləyər.
İmam Sadiq ağa buyurur, bu ikinci xüsusiyyətidir müntəzirin və buyurur ki, fəin və huvə müntəzir. İmam buyurur, bu adam müntəzir, təqva və əxlaqı qoruyursa da, İmam buyurur, fəin matə və qaməl qaim bə'dəh. Əgər bu şəkildə ölsə, dünyasını dəyişsə və bundan sonra İmam Zaman gəlsə, onun deyir, mükafatı İmam Zaman əleyhissalamı dərk edən adamların mükafatı qədərdir. Bir ağalardan biri deyirdi ki, əgər mən bugün İmam Zaman əleyhissalamın həyata keçirəcək prinsiplər əsasında yaşayıramsa da, mənim üçün Həzrəti Məhdi zuhur eləyib. Bir adam da o prinsip əsasında yaşamır, ondan ötürü zuhur elədi nədir, eləmədi nədir? Yəni imamın ideologiyasını, əgər düşüncəsini bugün cəmiyyətdə bir adam ədalət prinsipini yayırsa da, zülmə baş qaldırırsa da, elə onun üçün Həzrəti Məhdi zuhur eləyir. Yox, bir adam əgər zalimə baş qaldırmır, məzlumun yanında dayanmır, cəmiyyətdə olan məsələlərə etinasız yanaşır, onun üçün nə fərqi var? Həzrəti Məhdi gəldi, nədir, gəlmədi, nədir? İmamı görmək yox, imamı dərk eləmək şərtdir. İmam Hüseyin ağa ilə çox adam görürdü. Peyğəmbər də çox adam görürdü. Peyğəmbərin Quran buyurur, yanında da ya Resulallah, yanında münafiqlər var deyir. Quranda aya var, Allah Teala deyir ki, ya Peyğəmbər, sənin ətrafında Mədinədən olan münafiqlər var. Ya Peyğəmbər, sənin sahabələrinin fasik olanı var. Quranda ki, Vəlid ibn Uqbənin haqqında Hucuratda deyir, fasikdir, xəbər gətirsə inanmayın. Ona görə görmək şərtdir, əziz qardaşlar, imamı görmək şərtdir. Nə gözəl insan görə şərəfdir, amma dərk eləmək şərtdir, tanımaq şərtdir. Ona görə İmam Sadiq ağa buyurur, müntəzir o adamdır ki, o xüsusiyyətlər ki, buyurur İmam Sadiq ağa onda ola. Biri budur ki, əziz qardaşlar, təqvalı olmalıdır. İkinci budur ki, əxlaqı məsələlərə çox diqqət və riayət eləməlidir. Ən Cabir ibn Abdullah el-Ənsari, Cabir ibn Abdullah Ənsari o səhabədir ki, Həzrəti Peyğəmbərin salamını İmam Baqir əleyhissalama çatdırır. Peyğəmbərin salamını 5-ci imama çatdıran səhabədir Cabir ibn Abdullah Ənsari. O kəsdir ki, Kərbəlada ilk dəfə İmam Hüseyin əleyhissalamı ziyarət edilir. Buyurur ki, Səələ Rasulallah, deyir, Peyğəmbərdən soruşdum, deyir, Cabir, Fəmən ulul əmrillezine qarranallahu ta'atahum bi ta'atik. O kəslər kimdilər ki, Allah Nisa surəsində buyurur ki, Ya eyyuhəllezine amenu atiullah və atiur rəsul və ulul əmri minkum. Deyə soruşdum, dedim, ya Resulallah, onlar kimlərdirlər ki, ulul əmr, Allah onlara itaət eləməyi, sənə itaət eləməyin böyründə gətirir. Ulul əmrə itaət eləməyi, əmr sahiblərinə itaət eləməyi sənin itaətinin böyründə gətirib, ya Resulallah. Cabir deyə bunu Peyğəmbərdən soruşdum. Fəqalə, deyir, Resulullah buyurdu ki, hum xulafai ya Cabir. Ey Cabir, onlar mənim xəlifələrimdilər. Və əimmətul muslimin, müsəlmanların həqiqi imamlarıdırlar. Min bə'di, məndən sonra, əvvəluhum Əli ibn Əbi Talib. Onların birincisi Əli ibn Əbi Talibdir. Sayır və gəlir axırda buyurur ki, onların sonuncusu adı mənim adımdan olan, künyəsi mənim künyəmdən olan Həzrəti Məhdi Əcəllallahu Teala Fərəcəhu Şərifdir. Həzrəti Məhdi Əcəllallahu Teala Fərəcəhu Şərifi görmək arzusunda olan insanlar olublar. Onun mülaqatının həsrətinlə yaşayan insanlar olublar. Həsən ibn Vəcina adında bir nəfər 54 dəfə həccə gedir, İmam Zamanı görməkdən ötürü. Əli ibn Məhziyar 20 dəfə həccə gedir, İmam Zamanı görməkdən ötürü. 20-ci həcdə nəsib olur görüş. Və görüşdən sonra Əli ibn Məhziyara deyir, ayrılmaq vaxtıdır. Deyir, and olsun Allaha duranmaram. Deyir, bilirəm duranmasına ayrılmalıyıq. Yazırlar ki, 3 gündən sonra Əli ibn Məhziya dünyasını dəyişdi.
Yəni, bunlara əgər qovuşa bilsən, əgər bunlara özünü çatdıra bilsən, bunlar özlərinlə səni o əbədiyyətə aparırlar. Üveys-i Qərəni elə bir məqama çatmışdı ki, Peyğəmbərin çığırlanda Üveysin də çığırlayırdı. Peyğəmbərin başı ağrıyanda Üveysin də başı ağrıyırdı. Bir gün bir nəfər İmam Rıza Aleyhisselamın yanına gəldi, görüşdülər. Söhbət isti oldu, məhəbbət, qarşılıqlı münasibət. İmamdan ayrılanda imama dedi, bizi dua eləməyi unutma. Dedi, baxdım imamın rəngi saraldı və çox narahat oldu. Dedi, xahiş eləyirəm, bir də məndən belə bir istək istəmə. Dedi, ağa niyə? Dedi, elə bir saat, elə bir dəqiqə yoxdur ki, biz sizi dua eləməyək. Siz bizi unutsanız da, biz sizi unutmuruq. İmam Zaman Aleyhisselam buyurur, şiələrin bir müşkülü olanda əvvəl biz bilərik. Bir çətinlikləri olanda əvvəl biz bilərik. Gəldim, deyir, İmam Rıza Ağanın yanına, söhbət elədim, deyir, çıxanda, deyir, bu niyyətim var idi ki, deyəm, mənə öz pulundan təbərrük ver, qız uşaqlarım var, onlara sırğa alayım, bir də köynəyini və kəfənin altından geyinərəm, qəbr əzabına görə, təbərrük üçün. Deyir, söhbət çox şirin oldu, deyir, ayrılanda yadımdan çıxdı, deyir, çağırdı, dedi, ala bu köynəyin, kəfənin altından geyinərsən. Ala bu pulda qızına sırğa alarsan. Deyir, heç vaxt biz sizi unutmuruq. Ona görə İmam Zaman Aleyhisselam buyurur ki, biz öz tərəfdarlarımızı, şiələrimizi əsla unutmarıq. Nəcəfdə nə qədərəm ariflərin həyatında İmam Zaman Ağanın inayəti olub və böyük şəxsiyyətlərin haqqında İmam Zaman Ağanın inayəti olub. Allah inşallah bizi və sizi həqiqi müntəzirlərdən qərar versin inşallah. Allah inşallah İmam Zaman Ağanın zuhurunla ədaləti, haqqı, İslamı, Qur'anı inşallah dünyada bərpa eləsin. Allah inşallah ölkəmizi, regionumuzu sülh və əmnamanlıq içində qərar versin. Allah üzərimizdə marağı olan qüvvələrin fitnələrini, maraqlarını öz başlarına qaytarsın inşallah. Allah ölkəmizi, məmləkətimizi, borçalımızı yerin göyün bəlalarından hifz eləsin inşallah. Allah inşallah haqq cəbhəsində vuruşanlara nişanlı mələklərlə necə ki kömək eləmiş tarixdə onlara qeybi köməklərini inayət eləsin inşallah. Allah bu cəmin qəlbində nə hacəti var, nə istəyi var, qəbul eləsin. Allah xəstələrə şəfa kəramət eləsin. Allah aqibətimizi xətmi bir xeyr eləsin. Ölənlərimizi, Allah valideynlərimizi bugünün şəhidi və əhl-i beytlə, peyğəmbərlərlə, ali peyğəmbərlə məşhur eləsin inşallah. Allah xəstələrə şəfa kəramət eləsin. Allah inşallah bu cəmin qəlbində nə dua var bugünün hörmətinə qəbul eləsin. Bir daha İslam ümmətinə və İmam Zaman Aleyhisselama və əziz şəhidin ailəsinə və onun yanında canlarını haqq yolunda fəda eləyən şəhidlərin ailəsinə Allahdan Həzrət Zeynəbin səbrini inşallah diləyirik və onlara inşallah xoş halınıza olsun deyirik. Allah inşallah bizi də o karvana qoşulmaqda lütf eləsin. Allah yeri gələndə Allah bizi də o karvana qoşulmaqda zərrə qədər şübhə eləməyənlərdən qərar versin inşallah. İnşallah öz ölənlərimizi niyyət eləyək. Məqam müəzzəm rəhbərin pak ruhunu, əhl-i beytin ruhunu, əimmənin, ənbiyanın, siddiqin, övliyanın ruhunu və burada iştirak eləyənlərin və inşallah bədvaris, bivarislərin ruhunu niyyət eləyək. Rəhmallahum mən qara'al fatihəti məəs-salavat. Bismillahirrahmanirrahim. Vel-asr innel insane lefî khusr illellezîne âmenû ve amilus sâlihât ve tevâsav bil hak ve tevâsav bis sabr.